Əslində, mən bir söz deyim, bayaqdan baxıram, hər kəs Xoşqədəm xanımın danışığını paylaşır. Mən əslində Xoşqədəm xanımın valideynləri rəhmətə gedəndə Azərbaycanda yox idim, düzdüm. Amma da xəstə idi, göndərəmədim. Amma mən, bizim bir ortaq yaxın xanım var, hansı ki, illərdir birbirimizi tanıyırıq. Aynur xanıma dedim ki, mən Azərbaycana gələn kimi gedəcəm. O da Azərbaycana gəldim, Allahdan başıma elə bir bəla gəldi ki, mən gedə bilmədim. Xoşqədəm xanımın dediyində həqiqət var. Mən, bəli, onun valideynlərinin hüzurunda iştirak eləməmişəm. Mən həmişə düzgünü danışan adamım, həqiqəti boynuma alan adamım. İştirak eləməmişəm, düzdür. Qızım da getməyibdir, bu da düzdür. Mən iştirak eləməmişəm. Amma çox sağ olsun ki, heç olmasa Xoşqədəm xanım reallığı deyir ki, normal münasibətimiz var. Bəli, atam onu verilişində axtarmışdım. O da sağ olsun tapmışdı. Mən Xoşqədəm xanımdan incimişəmsə də, amma onun da mənimlə inciməyə haqqı var. Düzdür, deyim.